xəstəliyi yaratmaq üçün də dediyimiz ki, qida reaksiyonunun bir-birinə qarışması, qatışması nəticəsində bəzi qidaların əksəriyyəti bağırsaq çöplərinin həzminə getməyə, həzm prosesi başa çatmaq üçün çöp yaranır, qaz yaranır. Və bu gün insanların böyük bir faizi çöpdən narahatçılıq edir. Çöp nə edir? Diafraqmanı sıxır qarın boşluğunda. Diafraqma yuxarı qalxanda nə edir? Ürəyi sıxır. Ürək sıxılanda nə olur? Ürək döyüntüləri artır. Ürəkdə ağrılar başlayır. Ürəyin funksiyası pozulur. Ət yeyən dövrlərimdə 28 il bundan əvvəl evdə yeməyin vaxtı keçən kimi böyük bir gərginlik yaradırdım. Çünki başım ağrıyırdı. İndi insanlardan soruşum, hamısı mənim günümdədir. İndi mən ki 28-də ət yemirəm, mən günlərlə az qala bilərəm. Yoxlaya bilərsiniz. Su verin, mənim suyumu verin, rahat həyatımı xoşbəxt yaşayayım.